Düz 7 gün 7 gecədən sonra görüşünüzə gəldik. Hər vaxtınız xeyirli və uğurlu olsun. Qədim Maştağa torpağındayıq. Maştağa Bakının ən böyük kəndidir. Qədim türk tayfalarından Massagetlərin diyarı olmuşdur. Massagetlər Oğuz tayfalarından biri olub Orta Asiyada, Xəzər dənizindən şimalda və cənubda Şərqi Avropa ərazisində yaşamışlar. Tarixi qeydlərə görə Şimali Azərbaycan əhalisinin bir qismi Massaget, Maskut olmuşdur. Müxtəlif mənbələrdə Massaget sözü Maskut, Maskut, Məskət, Masaxahun, Bazqut kimi izah edilir. Maştağa sözünün də Maskut sözündən yaranma ehtimalı böyükdür. Maştağada türk mənşəli xalqlarla bərabər fars dilli tayfalar da müxtəlif vaxtlarda bu əraziyə köç etmiş və burada məskunlaşaraq yaşamışlar. Maştağanın tarixini adı ilə bərabər qədim abidələri də yaşadır. Kənddəki cümə məscidləri, ovdanlar, qədim məzarlıqlar, hamamlar, türbələr bu kəndin tarixə bir açarıdır. Müdafiə məqsədi ilə tikilən qala divarları isə 1841-ci ildə baş verən güclü zəlzələ nəticəsində uçub dağılmışdır. Bakı kəndlərinin torpağı şoran olduğundan içməli suya ehtiyac həmişə çox olmuşdur. Qazılan quyulardan daha çox duzlu su çıxırdı. Ancaq Maştağada fərqli olaraq qazılan quyular şirin su verirdi. Ona görə də bu kənddə 40-a yaxın quyu qazılmış, şirin su quyuları, 28 ovdan tikilmişdir. Günümüzdə bu ovdanlardan yalnız ikisi var. Çünki 26-sı zaman keçdikcə uçub dağılmışdır. Ovdanların çoxluğu həm də kənddə kankanların çox olmasından xəbər verir. O zaman bir neçə nəfər quyu qazmaqla çörək pulunu bu işdən çıxarmışlar. Quyulardan və ovdanlardan təkcə kənd əhli istifadə etmirdi. Yaxın kəndlər də buradan şirin su götürməyə gəlir. Karvan yolundan keçənlər ovdanlardan su götürür və burada dincəlirdilər. Ovdanların quyulardan üstün cəhəti o idi ki, ovdanlarda suya pilləkənlər yenir və bu pilləkənlər vasitəsilə yaşlılar da suya qədər enib oradan su götürə bilirdilər. Bəzi cavanlar da ovdana yığılan suları kənddə evlərə aparır və həm də bazarda və müəyyən yerlərdə sataraq pul qazanardı. Bakının hansı bölgəsinə getsən orada güclü külək əsir. Maştağada da bugün külək var. Hər səhər, hər axşam, hər səhər çox zaman sərsəri küləklər bixəbər bir yaxın dost kimi qapımı döyərlər küləklər, küləklər bəxtiyar küləklər. 1920-ci ilə qədər Maştağada 32 məscid fəaliyyət göstərirdi. Hər məhəllənin bir deyil, hətta bir neçə məscidi var idi. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra 1929-cu ilə qədər bu məscidlərin əksəriyyəti yavaş-yavaş
uçulub dağıdıldı. Yalnız günümüzə 12 məscid gəlib çatdı. Dağıdılmamış məscidlər ya klub kimi, ya ambar kimi fəaliyyət göstərdi. Günümüzdə Maştağada fəaliyyət göstərən 12 məscid var. Dayandığım bu məscidin təməli 13-cü əsrdə qoyulmuşdur. 13-cü əsrdən 19-cu əsrə qədər bu məscid Birə Ərqutay adlanmışdır. Maştağanın mərkəzində yerləşən Cümə məscidinin təməli Şirvanşah 1-ci İbrahimin dövründə 1414-cü ildə qoyulmuşdur. 1841-ci ildə güclü zəlzələyə tab gətirməyən məscid uçulub dağılmışdır. 1897-ci ildə Cümə məscidinin axundu Axund Mirqəninin rəhbərliyi ilə məscid yenidən tikilib bərpa edilmişdir. ...1937-ci ildə minarəsi dövlət tərəfindən sökülmüş və sökülən daşlardan hamam tikilmişdir. Lakin kənddə heç kim bu hamamda çimməyə getməmişdir. 1980-ci ildə Maştağa əhalisi və imkanlı şəxslərin köməyi ilə Cümə məscidinin minarəsi yenidən tikilmişdir. Bərpadan sonra müxtəlif vaxtlarda təmir olunmuşdur. Məsciddə ibadət, muizə, dini ayinlər keçirməklə bərabər dini dərslər də verilir. Ərazisində İmam Cəfəri Sadiq mədrəsəsi fəaliyyət göstərir. Seyid Kamil ibn Seyid Raid 16-cı əsrin ikinci yarısında doğulmuş, 17-ci əsrin ikinci yarısında dünyasını dəyişmişdir. Rəvayətə görə bir adı da Hüseyin olmuşdur. Ancaq el arasında Aqil Baba kimi tanınır. Vəfatından sonra məzarı üzərində bu türbə tikilmişdir. Aqil Babanın türbəsini tanıyan, adını eşidən hər kəs Azərbaycanın hər tərəfindən onun məzarını ziyarətə gəlir və diləklərini Allahdan burada istəyirlər. Ulu Tanrım adına açılıb əllərimiz, sevərək könlümüzü sənə verdik, sənə biz, sənə hey şükr eyləsin. Açılan dinlərimiz bizə rəhmət ərisin, acı müşküllərimiz amin, amin, ilahi amin. Sənə hey şükr eyləsin, açılan dinlərimiz bizə rəhmət ərisin, acı müşküllərimiz amin, amin, ilahi amin, 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 ilahi amin, ilahi amin.
Salam mələkəm. Allah ziyarətinizi, dualarınızı qəbul eləsin. Olar? Necəsiz xanımlar? Çox sağ olun. Siz necəsiniz? Biz də yaxşıyıq. Ziyarətgahları gəzəndə insan daha da rahatlanır. Elə deyil? Söz. Hardan gəlmisiniz? Biz Bakıdan gəlmişik. Düzün desə niyyətlərimiz var idi. Orucluq vaxtlarımızda ziyarət eləməyə. Orucluqda ümumiyyətlə çox gedirsiniz ziyarətgahlara, yoxsa Aqil Baba türbəsini məhz ziyarət eləməyə gəlmisiniz? Orucluqda ümumiyyətlə gedirəm ziyarətlərə və sözsüz ki, bura gəlməmək olmaz idi. Sözsüz ki, burada da olmalıydıq. Siz çox düşünürsünüz. Nə düşünürsünüz? Deyəsən niyyətiniz... Ramazan ayında ümumiyyətlə hər bir bəndə çalışır ki, bir pak yer tapıb Allahla ünsiyyətdə olsun. Bizim Bakıda da bu türbələr çoxdur, pirlər çoxdur. Yəqin bugünkü gündə gəldi bu türbəyə, Adil Baba türbəsinə qismətimiz çıxdı. Biz tamam başqa yerdəydik, Bakının şəhərin mərkəzində idik. Nədənsə qismətimizə gəlib bura çıxmaq düşdü. Bugünkü gündə cümə axşamı olduğuna görə Bakıda yatan bütün o əhli quburlara, seyidlərə, seyidələrə bir salavat vermək bizim də borcumuza düşdü. Biz də özümüzə borc bildik, gəlib buranı ziyarət elədik. Bir niyyətiniz varmı gəlməyinizə? Ümumiyyətlə, insan niyyətsiz olmur. Hər bir vaxtda insanın arzuları bitmir, niyyəti bitmir. Ramazanda da ən gözəl niyyət günahlarımızın yuyulması, paklanması, günahlardan qorunmağımız. Başqa şey Allahın öz əlindədir. Allah bütün niyyətlərinizi qəbul eləsin. Amin, amin. Çox sağ olun. Allah cümləmizə arzularımızı yerinə yetməyə kömək olsun inşallah. Amin. Rəvayətə görə Maştağaya gələn Şah Abbas, Seyid Hüseyin Kamil ilə görüşdükdən sonra onu çox müdrik və ağıllı olmağına hörmət olaraq Aqil Baba adına layiq görmüşdür. Deyilənlərə görə Seyid Kamil orta əsrlərdə Maştağaya gəlib məskunlaşmışdır. Bu mömin şəxs öz səxavəti və möcüzələri ilə çox keçmir ki, təkcə yaşadığı kənddə deyil, bütün Azərbaycanda tanınmağa başlayır. Ağıllı babanın sorağı gedib Şah Abbasa da çatır. Şah Abbas onun möcüzələrini öz gözü ilə görmək istəmiş. Elə bu məqsədlə də tərk libas olub Maştağaya gəlmişdir. Bir neçə gün Seyid Kamilin qonağı olub, onun çox nəcib və müqəddəs bir seyid olduğuna əmin olduqdan sonra ona Aqil Baba adı vermişdir. Amin, amin, ilahi, amin. Birbirinden xoş olan, ötən hər bir çağımız gülümündən ucalar. Bu vətən torpağımız, amin, amin, ilahi, amin. Bismillahirrahmanirrahim. Bu Aqil Baba türbəsi zamanımızın hardasa 16-cı, 17-ci əsrlərə təsadüf edilir. Yaşamış, görkəmli, ariflərin qütbi olan Seyyid Kamil İbn Raid adlı, yəni Raid oğlu Seyyid Kamilin türbəsidir. Onun yaşam dövrü 16-17-ci əsrləri əhatə edir ki, o da rəvayətlərə görə 125 il yaşayıbdır. Hələ miladi ili ilə 1509-cu ildə Şah Abbas ki, Bakının ziyarətinə gəlmiş idi, tarixi qaynaqlarda vardır ki, Şah Abbas ağanın ziyarətinə məhz Maştağa kəndinə gəlib və ağa ilə görüşübdür. Bu tarixi qaynaqlarda da qeyd olunubdur. Və həmçinin ağanın kəşf-i kəramət sahibi olmağı da orada məlum, yəni müəyyən rəvayətlərlə qeyd edilibdir ki, o da kəşf-i kəramət sahibliyindən əsasən bura elə dünyanın, deyim sənə, Azərbaycanın hər tərəfindən, hətta qonşu ölkələr olan Gürcüstan və Dağıstandan da ağanın ziyarətinə gələrlər və burada ziyarətlərini eləyib, mətləblərini Allahlardan istəyərlər ki, ilahi bizə bu ağaya xatir bu mətləblərimizi verginən.
8 qapı piri. İçərisindəki məzar Aqil babanın qızı Məryəm xanıma aiddir. El arasında onu Pəri xanım adlandırırlar. Bura 8 qapı piridir. 8 qapı pirinin mənası cənnətin 8 qapısını təmsil edibdir. Yəni, hədislər vardır ki, cənnətin 8 qapısı var, onlardan hərəsindən əshablar, peyğəmbərlər və şəhidlər daxil olarlar. Və ağanın qızı da uşaq üstündə dünyasını dəyişib və uşaq üstündə dünyasını dəyişənə şəriətdə də, hədisdə, rəvayətlərə əsasən də şəhid sayılır. Və ağa da xanım dünyasını dəyişəndə dediyinə əsasən ki, ağa mən sənin üçün zürriyə, yəni övlad qoyub gedə bilmədim. Ağa da buyurur ki, sən dünyadan keçirsən, gedirsən, şəhidsən. Şəhidin mənziləsi Allah yanında böyükdür. Və mən sənin qəbrinin üzərində cənnətin qapılarının sayı qədəri 8 qapılı bir sümə tikəcəyəm. Həmən o sümədən hər kim gəlib Allahdan nə istəsə, o qapılardan keçər, sən də onu Allahdan istəsən əgər onları üçün, elə mənə zürriyə, nəsil vermişkən varsan. Və bu babatdan da cəmaət hal-hazırda 600 ilə yaxındır ki, gəlirlər ziyarətə və bu 8 qapılardan keçə-keçə ağanın, qızının ruhuna fatihələr oxuyarlar və Allahdan diləklərini diləyərlər bu xanıma xatir. Səkkiz qapı pirinin ziyarəti bu cür nədir ki, birinci qapıdan daxil olarlar sağ ayağla və ikinci qapısından onun xaric olarlar. Və hələ-hələ üçüncü qapıdan daxil olub, dördüncü qapıdan xarici. Ta 8 axırıncı qapıya icən Allaha salavat, dualar eləyib, niyyətlərini istəyərlər Allahdan. Mənasını bilmək istəyirəm. Nəyə görə vurdunuz? Qorxunu çıxartmaqdan ötürü. Diksindirirəm, qorxu çıxır. Hər kəsə eləyirsiniz bunu? Bəli. İçərdən çıxan adamın xəbəri yoxdur bundan. Xeyr. O xəbər olmur. Və ona görə də qorxuluğu çıxır. Bəli. Hətta elə olur ki, oradan içərdən çıxan adamın ürəyi gedir. Belə də olur. Bəli. Onun xeyrinə olur sonra. Bəli, onun xeyrinə olur. Çünki mənə deyirlər ki, qorxusu möhkəmdir və bərk-bərk qışqır, diksindir onu. Mən də vururam, qışqıram, onun da xəbəri yox, gedir özündən, yıxılır, saxlayır onu. Ondan sonra bir 2-3 gündən sonra olur belə, yaxşı. Belə bir inancımız da varmış. Maştağada 3 böyük məhəllə vardır. Seyidlər məhəlləsi, Keçənlər məhəlləsi, Hunharlar məhəlləsi. Hər məhəllənin qədim məscidi var və hər məhəllənin tərkibində də 2 kiçik məhəllə vardır ki, bu kiçik məhəllələrdə də kiçik məscidlər fəaliyyət göstərir.
və məhəllə əhlinə xidmət edir. Bundan əlavə, hər məhəllənin qədim qəbirstanlıqları da var. Hacı Seyid Əkbər məscidi 19-cu əsrin ikinci yarısında tikilmişdir. Ancaq Sovetlər dönəmində uçulub dağıdılmış, məscidin yerində 2006-cı ildə babasının adını daşıyan Seyid Əkbər yenidən məscidi tikdirib bərpa etdirmişdir. Hacı Seyid Əkbər Maştağada sayılıb seçilən adamlardan olmuşdur. Var dövləti qoyunlarının sayının bu ərazidə hər kəsdən çox olması ilə ölçülürdü. Demək olar ki, Xızıda saysız hesabsız çobanları vardı. Var dövlətini Allah yolunda xalqla bölüşər, ehtiyacı olanlara dayaq olmağa çalışardı. İllər ötdükdən sonra babasının adını daşıyan nəvə Seyid Əkbər babasının xatirini uca tutaraq xalqa ehsan Hacı Seyid Əkbər məscidini inşa etdirmişdir. Məsciddə ibadət, dini ayinlər yerinə yetirilir, Quran dərsləri keçirilir və hüzür mərasimləri verilir. Hacı Aydəmir məscidi Axund Şeyx Hüseyin adına küçədə yerləşir. Sovet imperiyası dövründə taxta sexi kimi fəaliyyət göstərmişdir. Hacı Aydəmir 1993-cü ildə dünyasını dəyişmişdir. O, Maştağanın nüfuzlu şəxsi sayılan Əhəd Əli-Əhməd oğlunun ana babasıdır. Əhəd Əli-Əhməd oğlu öz vəsaiti hesabına bu məscidi bərpa və təmir etdirmişdir. Keçənlər məhəlləsinin Ağa meydanındayıq. Ağa meydanı 19-cu əsr, 20-ci əsrin ortalarına qədər bazar meydanı kimi məşhur idi və qala divarları arasında yerləşirdi. Məlumat üçün onu da deyim ki, qala divarları arasında Mərkəzi Cümə məscidi, bu məhəllədəki Cümə məscidi və qarşısında dayandığım Hacı Aslan məscidi yerləşir. Axund Seyid Aslan Axund Seyid Yusifoğlu 19-cu əsrin ikinci yarısında Maştağada Rühani ailəsində doğulmuşdur. Ali rühani təhsili almış, Məkkə həcc ziyarətindən sonra Axund Hacı adı ilə hörmət qazanmışdır. İlk təhsilini atasından almış, sonra Bağdadda, Nəcəfdə və Şamda ali təhsil alaraq ilahiyyat elmlərinə yiyələnmiş, ərəb, fars və küfə ləhcəsini mükəmməl öyrənmişdir. Kəbə evinin ziyarətindən sonra Axund Hacı kimi Maştağaya qayıtmış. Atası ona etiqad göstərərək öz Axund yerini ona etibar etmişdir. Axund Seyid Aslan ömrünün sonuna qədər İslam dininin xidmətkarı olmuşdur. 19-cu əsrin sonlarında vəfat etmiş, Aqil Baba qəbristanlığında dəfn edilmişdir.
Hacı Aslan məscidi günümüzdə qadınların mədrəsəsi kimi fəaliyyət göstərir. Burada qızlar qiraət dərsləri alır, Quranı oxumağı öyrənirlər. Dayandığım bu yer Pirşəhid qəbirstanlığı və Pirşəhid türbəsi adlanır. Pirşəhid türbəsi 13-cü əsrə aiddir. Sonradan 18-ci əsrdə türbənin üzərində Pirşad məscidi tikilmişdir. Yeddinci əsrdə İslam dininin yayıldığı bir zamanda bu dinin qəbul olunması uğrunda gedən döyüşlərdə həlak olan Maştağalı şəhid olaraq burada torpağa verilir və onun qəbrinin üzərində türbə tikilir. Türbəyə gələn ziyarətçilərin sayı o qədər çox idi ki, 1950-ci ildə hakimiyyət bu türbəni qapatmağa məcbur oldu və üzərində məscid tikdirdi. Bu da Sovetlərin təsiri altında oldu. Pirin həyətində iri bir daş vardı, inanc daşı idi. Daha çox övladı olmayan xanımlar gələr, qarnını bu daşa sürtər, Allahdan övlad diləyər və geri dönüb bir müddət keçdikdən sonra övladları olardı. Zaman keçdikdən sonra Sovetlər dövründə bu daş qaldırıldı və indiki Sankt-Peterburq şəhərinə aparıldı. İndi hansı muzeydəsə bəlkə də qorunub saxlanılır. Ancaq bizim bundan xəbərimiz yoxdur. Pirin qarşısında daha bir daş var ki, burada şam yandırardılar və mədə xəstəliyi olan insanlar da bu daşa mədələrini sürtərlər. İndiyənə qədər də bu daşa inanc vardır. Pir 5 metrə qədər məscidin altında qalmışdır. Pirşəhid qəbirstanlığı Maştağanın ən qədim qəbirstanlığıdır və ilk şəhid məzarlığıdır. Azərbaycanda İslam dininin gözəl, əxlaqi keyfiyyətləri əsrlərdir ki, yaşadılır. Maştağada İslam dinini yaymaq, təbliğ etmək din xadimlərinin, ruhanilərinin üzərinə düşürdü. Maştağada yaşamış görkəmli din xadimlərinin əksəriyyəti çox yüksək dini, dünyəvi təhsil görmüş alimlər olmuşlar. Ömürlərinin 10-15 və daha çox illərini İraqda, İranda və digər şərq ölkələrinin dini mərkəzlərində təhsil alaraq geri döndüklərində xalqa sədaqətlə xidmət etmişlər. Axundlar eyni zamanda bəziləri mədrəsə açaraq özündən sonra gələn yetirmələrini yetişdiriblər. Yəni, bəziləri biz axundlara baxsaq, o axundlar biri digərinin tələbəsi kimi bugün də tanınmaqdadırlar. Bu məscidlərin qorunub saxlanması eyni zamanda Maştağada olan axundlarının həddindən artıq çox olmasıdır. Ancaq bütün bu axundların müəllimi olub Molla Əl-Məmməd Fəna. Hətta 1909-cu ildə onun dini mərsiyələr haqqında bir kitabı çıxıb. Əslində, ilk dəfə Maştağada mədrəsəni açan, müəllimliklə məşğul olan alimlərimizdən biri olub. Seyidlər məhəlləsində yerləşən qədim qəbirstanlıqda 7 türbə vardır ki, onlardan 5-i Aqil Baba türbəsi ilə eyni məkandadır.
Seyid İbad ağa Kərbəlayı Seyid Hadıoğlu Maştağada dünyaya göz açmışdır. O 1920-1950-ci illər arasında su paylamaqla, bu qazançla özünü və bacısını dolandırmışdır. Sonralar el arasında Nəcib Seyid kimi məşhurlaşan İbad ağa ömrünün sonuna qədər xalqın verdiyi nəzir niyazla yaşamışdır. Kim Seyid İbad ağanın adını anıb, ona tapınıb ocağına niyyət edirdisə, Allah ürəyinin mətləbini verirdi. Kənddə bugün də ağanın bir keyfiyyətindən təəccüblə danışırlar. Belə ki, Seyid İbad ağa bəzən küçədə öz yerlisinə rast gələndə gözlərinə baxar, ağaya nəzir deyib gətirməmsən deyərdi. Bu xatırlatmadan üzrxahlıq edən şəxs nəzirini ağaya çatdırardı. Halallığı, nəfs bütövlüyünü hər şeydən uca tutan Seyid, verilən nəzirləri yenidən xalqa qaytarmaqla ehtiyacı olanlara, xəstəxanalara, uşaq evlərinə, kasıblara paylayardı. Onun səxavəti dillər əzbəri idi. Bacısı Xədicə xanım ilə ömrünün sonuna qədər kiçik, qaranlıq otaqda yaşamışdır. Heç biri ailə qurmamış, bacı, qardaş bir-birlərinin qulluğunda hörmətlə dayanmışlar. Ölümündən sonra da bacısı Xədicə xanım bu xeyirxah əməlləri davam etdirmişdir. Seyid İbad ağanın ulu babası Seyid Kamil hesab edilir. Hazırda Maştağada yaşayan Seyidlər nəslinin bir qismi də deyilənə görə Seyid Kamilin, Aqil babanın törəmələridir. Axund Əli Mirhəbib ağa türbəsi Axundların müəllimi olmuşdur. Yetirmələri onun yolunu davam etdirmişlər. Ölümündən sonra məzarının üzərində türbə tikilmişdir. Bugünə qədər də Azərbaycanın hər tərəfindən türbəni ziyarətə gələnlər var. Axund Mirhəbib ağa Seyid Mustafa oğlu 19-cu əsrin 30-cu illərinin əvvəllərində Maştağada doğulmuş. 1926-cı ildə 96 yaşında dünyasını dəyişmişdir. Ömrünün 29 ilini Nəcəf-i Əşrəfdə təhsil almış. İslam dininə mükəmməl yiyələnmiş, el arasında şair təbiətli alim kimi tanınmışdır. Görkəmli din xadimi Mirhəbib ağa Quranın Ər-Rəhman surəsinə 14 məsumun adını əlavə etmişdir. O bu surəni ərəb dilindən ixtisarla nəzmə çəkmişdir. Nəzmə çəkilmiş bu surə hüzür məclislərində Dərviş Məhəmməd Mirabdullaoğlu tərəfindən məharətlə oxunmuşdur. Axund Mirhəbib ağa şəriət qanunlarına uyğun olaraq heç bir zaman şəklinin çəkilməsinə izin verməmişdir. Ona görə də onun şəkli tarixdə yoxdur. Vəsiyyətində də qəbri üzərində türbə tikilməsini istəməmiş. Lakin əqrabaları məzarı üzərinə çox sayda gələn ziyarətçiləri nəzərə alıb, sonradan bu məzar üzərində türbə tikmişlər. Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət təhlükəsizlik orqanlarında işləyənlərin əksəriyyəti erməni idi. Onlar Bolşevik adı altında xalqın ən öndə gedən ziyalılarını, din xadimlərini xalq düşməni adıyla aradan götürürdülər. Həmin dövrdə Daxili İşlər Xalq Komissarlığı Maştağa şöbəsinin rəisi də milliyyətcə erməni olan Avanesov idi. Saysız halda günahsız insanların, o illərdə Qafqaz müsəlmanlarının atası hesab edilən Axund Mir Məhəmməd Kərim Mircəfərzadənin ölüm hökmünü də məhz düşünülmüş şəkildə Avanesov qərar verib imzalamışdır. Quranın Azərbaycan dilində ilk təfsirçisi olan Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
39 ədəd antisovet hesab edilən Quranın saxlanılmasında və dinin təbliğatçılığında təqsirləndirilərək 84 yaşında 1983-cü ilin mart ayının 15-dən 16-sına keçən gecə güllələnmişdir. Repressiylərində həm də varlı insanların malı talan edilir. Quranlar, zəngin tarixi kitablar yandırılır. Bu yolla xalqın mədəniyyəti və tarixi yox edilirdi. Lakin ölümünü göz önünə alan maştağallar bu kitabların bəzilərini zirzəmlərdə bastıraraq qorumağa nail olmuşlar. Günümüzdə bu kitabların bəziləri muzeylərdə və həm də evlərdə tarixi yaddaşdır. ...1905-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı vəhşilikləri 1918-ci ildə soyqırım qərarına çevrildi və ermənilər Azərbaycanın bir çox rayon və kəndlərində soyqırımı həyata keçirdilər. İnsanları diri-diri yandırdılar, vəhşicəsinə öldürdülər. Bundan narahat olan maştağa ağsaqqalları, gəncləri, qoçuları bir araya gətirdilər. Düşmənə qarşı maştağa qarnizonu yaratdılar. Hətta qoçular öz aralarında olan ədavəti bir kənara qoydular. Məqsəd bir idi. Bakını və Bakı ətrafı kəndləri düşməndən qorumaq, insanları azad etmək və buna da nail oldular. 1918-ci ildə ermənilər 1-ci Zabrata qədər gəlmişdilər. Novxanı, Corat, Fatmayı, Göradil və ətraf kəndlər də mühasirədə qalmışdı. Bilgə, Kürdəxanı, Qala, Buzovna, Zabrat və Nardaranlı kənd cəmaatı maştağallara köməklik göstərərək ermənilərin hücumunun qarşısının alınmasında mərdliklə vuruşdular. Bakı kəndləri arasında olan bu milli birlik düşmənə arxa-arxaya zərbə vururdu. Ermənilər Bakıya, həmçinin Maştağaya və Bakı ətrafı kəndlərə hücumları zamanı qoçularla qarşılaşırdı. Əgər həmin dövrdə Bakı qoçuları olmasaydı, bəlkə də şəhərdə daha çox qırğın törədilərdi. Həmin bu şəkil o dövrdə Maştağadan gələn, ətraf kəndlərdən onlara qoşulan ahalidir ki, Bakı şəhərində ermənilərin Bakıya girməsinin qarşısını alıblar. Bu şəkil Axund Mirğəni ağanın arxivindən götürülmüş, o övladları tərəfindən bizə təqdim edilmiş və hər gələn, bura gələn bu şəklə baxıb həmin canlı tarixi bir daha seyr edirlər. Düşmənlə hazırlıqların getdiyi bir zamanda Maştağa qarnizonunun köməyinə Qafqaz İslam ordusunun 5-ci diviziyasının piyada süvari qoşununun zabiti Tofiq Paşa yetdi. Maştağada 3 gün təlimlər keçdi. Bu az bir zamanda keçirilən təlimlər öz bəhrəsini verdi. Qvardiya və Maştağa qarnizonu düşmənlə üzdə dayanmağa hazır oldu. Qafqaz İslam ordusunun Bakıya daxil olması, ermənilərlə vuruşan Azərbaycanlılara köməyə gəlməsi yerli qarnizona dəstək oldu. Əhali xilas oldu. Ermənilər qaçmağa başladı. O vaxt türklərin komandiri Tofiq Paşa səngərləri gəzib maştağalların necə fədakarlıqla və məharətlə müdafiə olunduqlarını görüncə heyranlıqla demişdi. Yahu, şu millət kahraman, şu toprak muqaddasdır. Bakı və Bakı ətrafı kəndlərin azadlığı uğrunda gedən döyüşlərdə onlarla Qafqaz İslam ordusunun əskərləri və 143 nəfər maştağalı həlak oldu. Qafqaz İslam ordusunun naməlum əskərləri Bakı ətrafı kəndlərdə və dayandığım bu məzarlıqda torpağa tapşırıldı. Günümüzdə 143 nəfər maştağalının və naməlum əskərlərin xatirəsinə arxamda gördüyünüz bu abidə ucalır.
Bu abidə Türkiyə və Azərbaycan qardaşlığının, dostluğunun, ayrılmazlığının bir rəmzidir. Beşikten mezaradan Azerbaycan, Türkiye. Tarihin yazdığı destan, iki bedende bir can. Türkiye, Azerbaycan.